Herkese salam. Kanalıma ve videoma hoş gelmişsiniz. Bugün sizə dərsdən sonra evdə necə vaxt keçirdiyimi göstərəcəm. Dərs çox yorucu keçdi. Amma indi masamın başına keçib tapşırıqları yazacağım. Biraz da rahatlayacağım. İnşallah bu video sizin üçün bir motivasiya olar. Biraz səmimi, real vaxt keçirməyi sevənlər üçün ideal olacaq. O zaman hadi keçelim videomuza. Tapşırıqlarımı falan eləyəcəm. Neysə, keçək videomuza. Arkadaşlar masamdayım bu şekilde. Şimdi plan verimi atacağım. Görün hansı tapşırıqlarım var. Burada gündeliğim var. Bunun üzerine bakın. Ümumiyyətlə tapşırıqlarımı və yaxud da gündəliyimi stikerlərlə bəzəmək çox xoşuma gəlir və hər şeyə əyləncəli bir toxunuş verir məncə. İndi gündəliyimi açacağım və plan yerimi açacağım. Görüm neyim. Ya da plan yerimi açın sonra. Gəldim. Bu arada baxın Chrome'yi, yəni Chrome'yi mən belə sevirəm. Chrome. Burada belə Chrome falan var. Nə alıbsa bu Chrome'li şeyləri bacım alıb. Böyük bacım. Bir dənə bacım var, yəni böyük də bacım məndən. Ona görə demək istəyirəm. Belə plan yer. Şimdi açacağım. Bütün plan yerimi buna yazıram və təzə tutmuşam. Belə. Arkadaşlar plan yerim bu şekildedir. Bakın. Bura fikir vermeyin. Buranı çoxdan yazmışam. Burada. İnşallah xətrimdən nəcibaya düşürsünüz. Baxın, indi deyirəm, oxuyuram. Riyaziyyat nələrdə yazsam onu deyirəm. Yəni o qədər uzatmağa ehtiyac yoxdur. Riyaziyyat, kimya, ingilis dili, Azərbaycan dili, bir də ki əlavə var. Bu əlavənin də bizim bizim məktəbin direktoru verib ki, Azərbaycanlı təcəssüm etmək üçün yarım səhifəlik bir şey yazmalıyıq öz cümlələrimizlə. Yəni Azərbaycan, məsələn mənim doğma yerim, məsələn təcəssüm eləyəcək Azərbaycanı təsvir eləmək kimi bir şey. Amma belə, yəni öz dərsim olaraq riyaziyyat, kimya, ingilis dili, Azərbaycan dili. Elə bunu da saysa, bu da Azərbaycan dili dərsində verib ki, bu da bunun içərisindən sayılır. Bitir. Riyaziyyatdan səhv 179-a 8-9, kimya ümumiləşdirici bir də kəsək olacaq. İngilis dilində Nərgiz Nəcəf sınaq 115-lə 117. Azərbaycan dili, Azərbaycanlı təcəssüm etmək 11 bildi zaten. Azərbaycan dilinin albirsdəki dərs tapşırığı olaraq da ki, deyim J və K variantı. Əlavə olaraq da gündəlik yazmaqdır. Bitti. Qoyun bura. İndi yazmalı olacağım dərslərin hamısı bura gəlsin. Yazılası dərslərim bu qədərdir. Çoxdur. Yəni çox deyil, azdır. Amma çoxdur. Bu arada sabahları biologiya dərsi var. Biologiya dərsindən üstündə qalmışıq. Ona görə mən məsələn vermirəm, deyəsən. Amma mənə elə gəlir ki, üstündə qalmışıq. Çünki həsən qeyd eləməmişim. Ona görə demək üstündə qalmışıq. Həm də ki, əgər o bir dərs keçsəydi, həmin dərsi izah etmiş olacaqdı. Mən də ki, o dərsi baxanda üzün ən azından biləcəkdim ki, bu dərs keçir. Amma fakt burasındadır ki, keçməyib. Yəni, belə şey eləməmişik. Bir bunlardır. Bir də ki, kimyadan biraz oxumağım lazım olacaq. Kəsək olacaq üçün. Həm də bilirsiniz ki, mən olimpiyadaya getməliyim. Yəni, yeni qatılanlar üçün deyim aramıza. Mən olimpiyadaya gedəcəm 27-si aprelin 27-si. Ona görə çalışmalıyım. O zaman çox uzatmadan başlayaq tapşırığımıza. Birinci riyaziyyatdan başlamaq istəyirəm. Yəni son olan dərslərimi axıra saxlamaq istəyirəm ki, həm də ən sevdiyim dərsləri sona saxlayıram ki, yəni oxuyanın azından həvəsim olsun da. Yoxsa bunları sona saxlasam heç həvəsim olmayacaq. Sizin üçün də bir fikir olmuş olar. Bəlkə, yəni birinci eləyəndə belə eləyəsiniz. Yəni birinci çətinləri sonra yüngül eləsəz, sizin üçün daha keyfiyyətli dərs proqrama alınmış olar. Çox.
Planımı açıram. Plana baxıram. Riyaziyyat səhifə 179-da 8-dən 9. Səhifə 179, 8-dən 9. Səhifə 179, 8-dən 9. Arkadaşlar, kamçenizə kaçtar. Ay pardon. Hey, sesim gitti. Ay şuraya bir anda tutur ki adam resmen şok olur. Ona göre ders yazmaq yeni 2 saatdə YouTube'a baxıram. Mən 5-2 YouTube'a gedim, çıxmaq bilmirəm də. Yəni Zəhran bütün günü orada keçəcək. Taxım. Yox, ora baxmalıyam amma. Yüzüm görünməməlidir. Taxdım və bura gəldim. İndi bu riyaziyyatı yazmaq mənə çətin gələcək sanırım. Ona görə bunu yığışdırım. Yəni bütün həvəsimi öldürməsin də nədir bu dərsdə. Təhsil mən deyirəm yəqin ki belə olan. Baxın, bir çətin fəndən başlayanda deyirlər ki, daha yaxşı olar, programa getmiş olar da. İş burasındadır ki, bu çətin fən olanda mən yazamıram bu çətin fənni. Neyinimiyim? Ne yapabilirim? Ona görə bunu hələ yazacaqlar listəsində saxlayaq. Burada. İngiliscə yaza bilərəm. Qayda oxumalıyam. Neyse. Yeni söz yazmamışdım. İngiliscə səhvləmirəmsə. Yazmamışdım. Onda İngiliscədən bir şey getdim. Lüğət getdi. Oy. İngiliscədən lüğət getdi. Qaydaya baxım neysə yazdırıb təzə. Mən o qaydam ana. Zero conditional değil axı. First conditional idi. Peki buraya yazmışam. First conditional hanı be. Arkadaşlar resmen tapamıram qaydanı. Ona görə görüb hansı qaydada heç bu test. Mən də bu əvvəlki qaydada. Özür mən əvvəlki qayda olmalıyım. Mən o qaydanı oxumuşam. Yenə baxmalıyım yenə də. Hə, perfect tenses. Keçmişəm bunu. Bu first conditional dərsliyimiz adı Nərgiz Nəzəf abituriyentlər üçündür. Buraxılış imtahanlara hazırlaşanlar üçündür. Ona görə bunu nə deyim? Yəni bunun qaydasını müəllimə bizə ayrı keçir, dərsliyin qaydasını ayrı. Yəni proqrama uyğun gəlmədiyə bunun qaydasını ayrı keçir. Amma indi mən bunu yazacağım. Təbii ki yazmalıyam zaten. Demək, ingiliscə onda bunları götürək. Kimya ilə Azərbaycan dili qalacaq. Və riyaziyyatda təbii ki. Arkadaşlar, bunu yazmağa həvəsim yoxdur, amma yazacağım. Demək böyle. Bunları işarələyim. 1, 2, 3, 4, 5. Neyse işarələyərəm. Hal-hazırda saat 16:00, yəni 4-dür. Mən indi bunu yazıb gələcəm. Saata nə idi? Və testlərə baxacağım. Saatda baxacağım, yəni sizə yazacağımı. Normalde 15 dəqiqə falan yazıram. 2 testi. Baxın bu hansı qaydadır. Bu perfect tenses olsa bu da asandır. Transforms. Bu hansı qaydadır? Bu qaydaya da baxmağım lazımdır. Ona görə təxmini 16:00 indi oldu bayaqları 15:59.
15:59 idi, söz deyənmədim. 16:00 indi oldu. O zaman başlayım. Bu ikisini təxmini 15 dəqiqə işləyərəm. Yəqin ki, yəni 15-17 dəqiqə falan da baxacam da indi bir testi. Yəni tez işləyə bilərəm. Daha tez işləyə bilmərəm, yox. Bilməm nə, yəni 15 dəqiqə deyirəm təxmini. O zaman işləyim, gəlim. Arkadaşlar yağış yağır. Arkadaşlar 5'in yazdım, 2 saatte 6'ncıdayım. 6'ncını yaza bilmiyorum. Yəni 6'ncını arxadan belə baxdım. Arxadan baxdığım mənim dediyimdən üstə düşmür. Yəni yalanlaşmağıma ehtiyac yoxdur. Həqiqətən arxadan baxdım. Amma 6 dediyimdən üstə düşmür. 6 mən Y deyirəm, orada B çıxıb. Baxın, choose the correct tense form. Neyse, əsəbləşmə Zəhra. The doctor has come, yoxsa will come olacaq. Məncə has come'dır. Mən öz bildiyimi yazacam. Bəlkə cavabları səhv var. İndi əgər bu cavabları səhv olsa, yəni özüm yenə belə, yəni olur belə, ego da yox təbii ki, belə neysə. İndi başa sala bilməyəcəm o duyğunu. Vaxt da yoxdur. Yazım. Bu arada hal-hazırda 19 dəqiqə işləyib. Təbii ki, şaka. 19 dəqiqə işləməyib, 9 dəqiqə işləyib. Gözləyirəm 10 dəqiqə olsun. 30, 31, 32 saniyə sayıram. Neysə, boş verin, mən yazım. Arkadaşlar, yağış çox güclü yağır. Çox. Arkadaşlar yazdım, bitti, qutardı, aradan çıxdı və saatı deyirəm. Saat 16:23'dür. 23 dəqiqə yazdım. Məncə qəşəngdir. Yəni 2 testi, hər testdə 11 dəqiqə 50 saniyə, yəni normaldır. Yəni o qədər də şey deyil. Qənaət bəxşdir. Elə deyək. Yəni elə çıxır. İndi qaldı Azərbaycan dili, kimya, riyaziyyat. Uşaqlar, qızlar, bilmirəm nə deyim. Bəylər, xanımlar, hər şey deyə bilərəm. Yağış elə gür yağır ki, mən gəlib yağışa baxıb gəlməliyəm. Mütləqi. Arkadaşlar, 2 saatdir buradayım, ha. Bu istidir. O yağış tərəfə getdi, hətta çölə çıxmadım. Üzr istəyirəm. Çölə çıxmadım, pəncərənin qabağındayam. Elə üşüdüm, bildiyiniz... Üşümək deyil, dondum rəsmən. O çox soyuq deyə. Ev soyuq deyil, yəni ev soyuq olsa burada düşərəm də. Getdim oraya qayıtdım və dondum. Əynimə ceket geyinəcəm. Video bununla davam etmək zorundayım. Paltarımı da çıxartmamışım. Biraz düzəldim ən azından. Çox üşüyürdüm də. Yəni çox soyuqdur. Bilmirəm videonun hansı hissəsinə gəlmişim. Çünki 2 saatdır kompüterə baxıram. Özümə bilmirəm niyə baxıram. Mahnı qulaq asmaq istəyirəm, amma rəsmən bayılıyorum. Bir də ki, kimya haqqında bir şeylərə baxa bilərəm. Maraqlı bir şeylərə baxa bilərəm. Amma dərs vacib, dərs edeyim. Amma yox, ancaq dərs eləmək zorunda deyiləm. Kimyanı dediyim, mən də bilirsiniz ki, videonun ən başlığında demişdim ki, bugün sizə dərsdən sonra evdə necə vaxt keçirdiyimi göstərəcəm. Elə demişdim, təbii ki, deyəsən. Bugün sizə dərsdən sonra evdə necə vaxt keçirdiyimi göstərəcəm demişdim. Nə deyim, indi də elə onu edəcəm. Mən ancaq dərs yazmıram. Yəni normal bir olaraq mən dərs yazmıram ancaq evdə. Artıq saat 16:38 mən dərs yazıram. Hələ də dərs yazacağam. Yox, hələ o qədər mən durmamışam ki, ancaq bütün günümü dərsə xərcləyim. Yox, olmaz. Biraz təbii ki, şey lazımdır, ara fasiləsi elədim. Yəni abartmayaq.
Amma bir dəqiqə. Neysə, ay saçım. Hörümçəm. Hörməyimə baxmayaraq, yəni bunun qarşılığında, ay bir dəqiqə. Hörməyimə baxmayaraq bunun qarşılığında saçımı çox narahat hiss edirəm. Narahatlıq var. Yəni, mənə hörü çox qəşəng yaraşır. Yəni, üzümlə də bağlı görsə də bilərəm. Gördünüz? Yox, deyəsən. Ay, görünür, bilmirəm. Özümü görməliyəm, acil. Gördünüz? Nənə, bu da hörür. Belə şeylə... Ay, bir dəqiqə, göstərə bilmirəm mən saçımı. Saçımı gördünüz yəqin ki. Orta hissəsi var ha. O ayrılandan sonra bir dənə belə incitmək. İncitmək yox, ancaq belə adam bir şey eləmək istəyir. Qıcıqlanır, qaşımaq istəyir adam. Çox pisdir yəni o. Həm də ağrıdır, saçından sonra ağrıdır. Hər neysə, kim yanında yazım? Ondan ya da ki oxuyum, bilmirəm. Birincisi neyim? Yazım oxuyum, bilmirəm. Bunu çıxardım, boynum ağrıq edir durduq yerə. Birinci yazım. Altdan su altıya. Niyə bilmirəm, makyajı mənə çətin gələcəyini düşünürəm. Arkadaşlar, masamın burasına yapışdırmaq üçün bir şey düzəldirəm. Onu ilə bu ışıqlar da qəbə bir şeylər olur. Videonu açmaq istədim ki, yəni nəysə baş versən, azından görmüş olun. Sonra başa salmaq qəşəng görünmür axı sizdə. Bir də var 10 yaşayıb görəsən, bir də var ki, baş salmaq. Baş salmağa görə əyləncəli və maraqlı gəlmir. Baxın, belə bir şeydir. Sticker kimi bir şeydir. Ay, əlim. Oldu görən. İkincini yapıştıram indi. Söyle kaç bahar oldu. Penceremde gör. Sonra belki de zaman. Sevdiğim bitmiyor. Söyle kaç bahar oldu. Penceremde gör. Soldu. Belki de zaman. Sonra sevdiğim geçmiyor. Çənə belə oldu. Bu çox qəşəng oldu. Bəlkə oldu. Amma yerinə buna baxın. Bu tam yapışmayıb. Neysə, artıq yapış. Yapış. O necə olur? O necə olur? Cürəni bilmirəm. Bu cavabını belə edib, sonra videonu dayandırıb, burada gətirib əlimi belə eləmirəm. Hələ cürəni. Neysə. Həqiqətən sıxılıram. Dərs eləməyə başlasam çox yaxşı olar, super olar. Arkadaşlar, mən izləyirəm ki, birinci tapşırıqları dərs oxuyum, ondan sonra tapşırıqları yazım ki, həm də necə də çalışdığımın farkında olaram, yəni necə oxuduğumun farkında olaram. Yəni baxın, işıqlar yavaşdan geçməyə başlayır. Nədir? Həm də görürəm ki, necə yəni şey eləmişəm də oxumuşam. Həm onu test edərəm, həm də ki, birinci dərs oxuyum. Biraz yerinə gəlsin beynim. Arkadaşlar, hal-hazırda işıq gəldi. Video altında olmur. Baxın. Qorxuram şey. Üşə deyil artıq. Doxu deyil ətir. Əski yox eynə. Qoruq deyil dairə. Bu dərs oxuyacağım.
Bu dərs oxuyacağam. Bu dərs 2 dənə dərs. 3 dənə dərs. 3 dənə dərsdir. Hə. Görürsüz işığı. Arkadaşlar ben ışığı söndürmeliyim. Arkadaşlar korkumdan ışığı söndürdüm. Ay çok pis olur diye. Ay çok korktum. Partlaya bilərdi. Yəni ondan qorxdum. Yəni evdə təkəm özdə. Ay şey nəfsinin olanda qorxuram. Bunun nəsə olmuş deyəsən. Bunun da heç nə olmur. Ay çox qorxdum. Neyse. Üç dənə dərs oxuyacağım. Başlayayım oxumağa. Arkadaşlar birinci ders oxudum. Buradakı suallara cavab verim. Kimyavi hadisələr fiziki hadisələrdən nə ilə fərqlənir? Kimyavi hadisələrdən fiziki hadisələrdən fərqli olaraq tərkibi dəyişir. Bir də ki, çevrilmə baş verir. Gördünüz deyirəm. Bu zaman bir maddədən başqa maddəyə çevrilməsi baş verir. Düzdür. Fiziki hadisələri müəyyən edin. Qarın yağması, qoşunun əriməsi, kömürün yanması, suyun turşması, suyun donması. Qarın yağması, qoşunun əriməsi, bir də ki, suyun donması. Amma yanma ilə turşma hadisələri kimyəvi hadisədir. Əhəng daşının parçalanmasından kalsium oksid və karbon qazı alınırsa, bu reaksiyanın söz sənliyini yazın. Əhəng daşı bərabərdir, yəni ox işarəsi, kalsium oksid plus karbon qazı. Şəkildə hansı fizik və kimyəvi hadisələr təsvir edilmişdir? Ocağın yanması, odunun kəsilməsi, sonra yeməyin bişirilməsi, belə. Sonra keçirəm ikinci dərsə. Arkadaşlar mən çox qorxuram. Göy guruldayır. Hava heç vaxt bu vaxtlarım 16:58-dir. Qaralmazdı. İndi qaralır. Çünki yağış yağır, qara buludlar örtüb. 9-da falan, 9 neydi? 19-da, yəni 7-də falan qaralırdı. Hava indi qaralır. Bildiyimiz qaralır rəsmən. Ay işıq mənim məsəbimlə oynayır. Rəng gedir, gəlir, rəng gedir, gəlir, rəng gedir, gəlir, rəng gedir, gəlir. Bezmişə. Mən də bunu oxuyum tutarım. Arkadaşlar mən çox qorxuram. Göy guruldayır. Ev təkəmə. Çox pis guruldayır özdən. Kimə zəng edeyim bəlkə. Zəng gəlsin, bir görüntü masam edir, çünki hələ videodayam. Çox qorxuram ya. Yemək neysə var burada. Ay mən qorxuram qoxunuzda getməyə yemək üçün. Neysə mən bir yana buranı oxuyum, taşları oxuyum. İşığa baxın. Videonun qoşanı dayanır. Videonun bağlandığı ilə başlayır. Çox pis göy guruldayır. Mən kimə zəng eləməliyəm. Mənim müəllimə nə idi? Ay da çox qorxuram. Hava da tutulub. Mən videomu bağlayacağam. Yəni videonu sonlandıracağam. Mən kuzenimə falan zəng eləməliyəm acil. Yox arkadaşlar mən həqiqətən qorxuram. Həqiqətən qorxuram. Mən kimə zəng eləməliyəm. Arkadaşlar video bu şəkildəydi. Bunu part 1 falan eləyərəm yəqin ki. Ya da ki, yox elə göndərərəm videonu. Video bu şəkildəydi. Videoya like atıb, əgər bəyəndinizsə, neysə, sözü deyəmirəm artıq. Ay da çox həyəcanlıyam və beləliklə bugünkü dərsləri tamamladım. İndi biraz dincələcəm. Həm dincələcəm, yox, ümumiyyətlə çox həyəcanlıyam və qorxuram. Çünki həm də ki, çox yoruldum dərs eləyəndə. Əgər belə real vloqlar sevirsinizsə, bəyəndim düyməsini basmağı və abunə olmağı unutmayın. Sizinlə dərsdən sonra necə vaxt keçirdiyinizi bilmək çox maraqlı olardı. Rəydə yazmağı unutmayın. Videonu izlədiyiniz üçün təşəkkür edirəm. Görüşənədək, sağ olun. Amma mən çox qorxuram həqiqətən indi. Ürəyim çox qorxur. Ürəyim çox qorxur, nə idi? Həqiqətən çox qorxuram. Artıq zarafatı yoxdur.
Sağ olun. Çox qorxuram.